Dövlət xəstəxana və poliklinikaları ayağına mismar batmış 14 yaşlı uşağı üçün tüklərini tərpətmək istəmirlər. Kağıza da sağ ayaq dedim, sol ayaq yazdılar. Sonra deyirlər, niyə uzman həkimlərə gedirsiniz, niyə özəl müəssisələrə gedirsiniz, bizi bəyənmirsiniz, əcəb edirik. Azərbaycan səhiyyə özü qara yaradır, sərdir, azardır, düşüb canımıza, ən dərin nifrət hissinə layiqsiniz. Bölgə TV xəbər verir ki, bu sözləri jurnalist tərcüməsi Nərmin Hüseynzadə ayağına mismar batan qızını apardığı xəstəxana və poliklinikalarda gördüyü münasibət barədə yazdığı statusda bildirib. O qeyd edib ki, dövlət xəstəxanalarında vurmalı olan iynəni heç bir xəstəxana və poliklinikalar vurmaq istəməyib. Dənizin ayağına günorta mismar batıb. 13 saylı poliklinika ilə əlaqə saxladım. Məlumat verdim ki, tetanus iynəsi vurdurmaq lazımdır. 1 saat telefona asılı qaldım. Sonra bir xanım ərincək cavab verdi. Dedi ki, cərrah yoxdur, vura bilmərik. Aparın 5 nömrəli poliklinikaya. 5 nömrəli poliklinikadakı xanım cərrah sözünü elə bil ki, ilk dəfə məndən eşitdi. Dedi, nə cərrah? Heç kim yoxdur burada. Bu vaxt nə cərrah? Saat 14-15 arası idi. Deyirəm xanım, mismara deyim saat 12-yə qədər bata bilirsən uşağın ayağına. Bu nə rəzillikdir. Elə də təəccübləndi, sanki mebel sexində cərrah axtarıram. 3-4 özəl xəstəxana ilə əlaqə saxladım. Dedilər, bu iynə dövlət xəstəxanasında vurulmalıdır. Poliklinikaya təklif elədim ki, özəl cərraha aparıb müayinə etdirim. İynəni siz vurun. Dedi, xeyr. İlahi, bu insanlar zərrə qədər kömək etmək istəmir. İş etikası bir yana, insani hisslərini də itiriblər. 14 yaşlı uşağı üçün tüklərini tərpətmək istəmirlər. Abşeron tibb mərkəzi ümumiyyətlə heç bir halda əlaqəyə açıq deyil. Ən az mənim qədər asosialdır. Masazırda başlayan yolculuğumu nəhayət Respublika Təcili Tibb Yardım şöbəsində tamamladım. Cərrah gözünün ucu ilə də uşağa baxmadı. Qeydiyyatdan birbaşa sarğı otağına göndərdilər. Mən yenə öz imkanlarımla uşağın yarasını başqa yerdə cərraha göstərdim ki, içim rahat olsun. Əgər bu iynəni cərrah baxmadan vuracaqdınızsa, mən niyə 2 saat yollarda qalmışam? Rəna Rövşən qızı, Bölgə TV.